Salam, hər vaxtınız xeyir olsun. 2026-cı il 11-ci sinif ingilis dili buraxılış imtahanına uyğun olan formatda və səviyyədə olan 3-cü sınağımızın izahını veririk. Dünən 1 və 2-ci sınağı verdik, bu gün 3-cü sınaqdır. İnşallah qismət olsa bu gün 4-cü sınağı da video kanalına əlavə edəcəyik. Deməli 7-ci sualdan başlayırıq. 7-ci sualda cavablarda həmişə demişik, imtahanda da bu formada olur. Bir feilin müxtəlif formaları verildikdə cavablarda, yəni keçmiş forma, ana forma, 3-cü forması aincili, to'lu və ya tuzsuz bu formalar verildikdə əsasən birinci, ikinci, üçüncü qrup feillər, yəni kompleks obyekt, mürəkkəb tamamlıq və ya bizim normal dediyimiz mövzu olacaq. Birinci feilə diqqət eləmək lazımdır burada. Birinci feilimiz letdir, birinci qrup feillərdəndir. Let make, yəni birinci qrup feillər odur ki, birinci qrup feillərdən sonra to gəlməz, ainc də gəlməz. Yəni ikinci feil ana formada sadə olar. Sadə dediyimiz şəkilsiz. Məsələn, baxırıq ki, A variantında to gəlib, şəkilsi var. B variantı to keçmiş zamandır. C variantında S var, D-də də ainc. Take ana forma yalnız Y variantındadır. Yəni burada artıq ikinci feildə zaman və şəxs şəkilsi olmaz. S, ed, ainc falan söhbət ola bilməz. Mürəkkəb tamamlıq mövzusunu bilənlər bilir ki, birinci, ikinci qrup feillər, yəni let make, hear, watch, observe, see bu kimi feillərdən sonra to zaten gəlməz, amma let make-dən sonra heç ainc də gəlməz. Ancaq sadə gələr. 8-ci sualda sual cümləsini passivə çevirərkən ən çox verilən suallardan biridir. Sual cümləsini ümumiyyətlə passivə keçirərkən həm passivin qaydalarına diqqət etmək lazımdır, həm də sual cümləsinin qaydalarına. Sual cümləsinin qaydaları budur ki, sual cümləsində əsasən qayda nədir? Köməkçi mübtəda xəbər. K-mx ardıcıllıq olmalıdır. Bizim dediyimiz K-mx, yəni köməkçi feil mübtəda xəbər. Məsələn, bir nümunə. You go yox, do you go bu formada. Və ya köməkçi feil do did-does ola bilər, was were də ola bilər, modal feil də ola bilər, həvəzət də ola bilər. Neysə ki, passivin qaydalarına görə, təbii ki, passivin dəyişməz qaydaları var. Xəbər ed, yəni published keçmiş zamanda olduğuna görə cavablarda da mütləq keçmiş zaman verməli, amma B variantında is indiki zamandır, gedir. Sual cümləsinin qaydalarına görə K-mx olmalıdır, yəni köməkçi feil mübtəda xəbər ardıcılığı olmalıdır. Yəni köməkçi feil məsələn was-dur, xəbərimiz də publisheddir. Köməkçi ilə xəbərin arasına girməlidir mübtəda. Görürsüz ki, D variantında the original manuscript, yəni mübtədamız köməkçi ilə xəbərin arasına girməyib. Məsələn, birbaşa cavabı deyə cavab olmalıdır A variantı. Was burada köməkçidir. Publisheddə xəbərdir. Köməkçi ilə xəbərin arasına mübtəda girir. Bu formada olmalıdır. Məsələn, C variantında da o formadadır. Amma problem nədir C variantında? Mübtədamız manuskript tək olduğuna görə were yo was olmalı idi. C buna görə gedir. Y variantında da was əvvələ keçməli idi. Yəni köməkçi feil mübtəda sonra xəbər gəlməli idi. Cavab olacaq A variantı. 9-cu sualda düzgün cavabları seç deyib cümlələr verdikdə, imtahanda da bu formada olur. Əsasən mübtəda xəbər uzlaşması olur. Bu tip suallarda birinci xəbəri tapın. Məsələn, birinci cümlənin xəbəri həz təkdir. Bilirik ki, həz tək həvcəm, iz tək arcəm bu formada. Həz təkdir və mübtədanı axtararkən hər zaman sözünüdən əvvəldə axtarın. Ümumiyyətlə bu mövzuda sözünüdən sonranı hər zaman silin, atın kənara. Sözünüdən sonra heç zaman mübtəda gələ bilməz. Hər zaman sözünüdən əvvəl olmalıdır. Sözünüdən əvvəl value tək isimdir. Təbii ki, cəmlik əlamətləri yoxdur. Tək isim olduğuna görə həz də tək deməli doğrudur. Bir doğru. 2-də xəbərimiz was təkdir. To-dan əvvəl, yəni sözünüdən əvvəl monumentdə təkdir, deməli 2 də doğru olacaq. 1-2 cavab yəqin ki, Y variantı olar. Yenə də 3-dən 4-də baxmalıyıq. Ümumiyyətlə imtahanda doğru cavabları tapdıqdan sonra digər variantların niyə səhv olduğunu hər zaman yoxlayın ki, texniki xəta olmasın. Ola bilər ki, nəsə gözümüzdən qaçsın. Digər variantların səhv olduğundan əmin olsaq, bu problem artıq aradan qalxacaq. 3-cü sualda E numberofun xəbəri cəm olmalıdır. Bu qaydadır. Yəni E artiklı var axı, niyə cəm olmalıdır deməyin. Z numberofun xəbəri tək, E numberofun xəbəri cəm olmalıdır, amma burada is təkdir. 3 yanlış. 4-də də of-dan əvvəl copies cəmdir, amma xəbərimiz was təkdir, bu da yanlış. 10-cu sualda deməli modal feil verməli. Bilirik ki, D variantı haven't to, hadn't to, hasn't to deyilən bir şey yoxdur. Ümumiyyətlə modal feildə have to arasına nöqtə belə girə bilməz. Y variantında having to'su yoxdur. Modal feildə həvəzət də able-dır, bir də out-dur. Bu üçünün to'su olmalıdır. Məsələn, C variantı da gedir ki, out-un to'su yoxdur. Qalır A ilə B. Təbii ki, bir təsdiq, bir inkar olduqda adətən tərcümə olur. İmtahanda da bu formada olur əsasən. Modal feil asan mövzu olduğuna görə ya zamanın qaydaları ilə sallar, ya da tərcümə baxımından. If you don't feel well, əgər sən yaxşı hiss etməsən, sən həkimə zəng etməlisən. Hiss etməsən, don't feel. Deməli, zəng etməlisən, tövsiyə xarakterli A variantı. 11-ci sualda possessive case yiyəlik haldır. Yiyəlik hal apostrof etsən sonra isim gəlməlidir və ya sifət isim. Yəni, məsələn, A variantında apostrof etsən sonra written feildir və ya he apostrof etsən ümumiyyətlə yiyəlik deyil. Nəysə ki, onu görməsiniz belə, nəzərdən qaçsa belə, apostrof etsən sonra isim gəlməlidir. Amma burada written 3-cü forma feildir, deməli, bu yiyəlik ola bilməz. B variantında, bu ainc məsələsi çox şagirdi çaşdırır. Deməli, aincilər isim də ola bilər,
Feil də ola bilər. Bunu necə müəyyənləşdiririk? Əgər ING-dən başqa cümlədə, yəni cümlənin bu hissəsində başqa bir feil xəbər ola biləcək bir namizəd varsa, Əmizar Vozbör və ya başqa bir feil xəbər formasında varsa, deməli bu ING isimdir. Digər olacaq olan da feildir. Amma burada ING-dən başqa cümlədə feil olmadığına görə, deməli ING özü xəbərdir, feildir. Dolayısıyla bu da yəli deyil. Çünki yəlidə apostrof S-dən sonra isim gəlməlidir. Bu living feildir. C variantında success uğur deməkdir. Yəni successful uğurlu sifətdir, amma success uğur isimdir. Deməli elə cavabımız C variantı olacaq. Apostrof S-dən sonra isim gəlib. D variantında tomorrow-nu zəmləmək olmaz. Dünən, bugün, sabah, yesterday, today, tomorrow-nu zəmləmək qəti qadağandır. Yəli halda xırda qeydlərdən biri hesab olunur. Y variantında da going feildir. Təbii ki, going-in isim forması da yoxdur. Cavabımız olacaq C variantı. 12-ci sualda B-lə hamı Z vermək istəyir. Bəli, sifətin süni dərəcəsində Z olmalıdır, amma nöqtədən əvvəl my var. Yəli əvəzikləri mənim, sənin, bizim, sizin, onların, my, your, his, her bunlardan sonra article vermək olmaz. Yığışdırılmalıdır article, belə deyim. Yəni əslində B-lə Z verilməlidir, amma my o article deyir ki, onu çıxarın oradan, onu verməyin. Ona görə boş olmalıdır. D ilə Y gedir. Məsələn, mənim kitabım deyəndə my e-book demirik ki, my book deyirik. Yəni e-artikl oradan yığışdırılmalıdır. İkinci, mostun qaydası var. Mostdan sonra sifət gəlibsə, bu ismə baxmayın ha. Təkcə sifətdir. Gəlibsə sifət isim olsa belə, sifət təkcə sifət olsa belə, sifət varsa mostdan sonra Z olmalıdır. Ona görə A variantını atırıq. Dünya ilə də təbii ki, Z işlənir, cavab qalır Z. C variantı. 13-sə şərtdə komplet olarsa imtahanda, bəzən imtahana düşəndə şərtdə kompletdən düşmür. Yadınızda qalsın ki, şərtdə bir cümlə verir. Burada artıq do you know, mübtəda xəbər var, you know. Bir mübtəda xəbərdən sonra, yəni bir cümlə gəlir, bitir, ardıca ikinci cümlə verirsənsə sən cavablarda, mübtəda xəbər ardıcıllığına verməlisən. Yəni buna MX qaydası deyirik biz uşaqlarla, yəni mübtəda xəbər ardıcıllığı. Birinci mübtəda sonra xəbər gəlməlidir. Məsələn, birdə if bağlayıcıdır, təbii ki, if-i çıxıram. Has the game started? Bu MX yox, 2 MX-dır. Yəni köməkçi mübtəda xəbərdir. Has köməkçi, the game mübtəda started xəbər olmaz. Eynən də 4-də də when bağlayıcıdır, beni qoyuram qırağa, təbii ki, bağlayıcıdan sonra 2 MX gəlməməlidir. MX gəlməlidir mübtəda xəbər. Burada da has önə keçməklə sual cümləsi yaradıb olmaz. Çox da ki, burada sual işarəsi var. Sual işarəsi olmaqla deyil, sual cümləsi olsa belə ikinci cümlələr mübtəda xəbər olmalıdır. Biz cavablarda birinci cümlə vermirik ki, 2 MX verək. İkinci cümlə verdiyimizə görə mübtəda xəbər verməliyik. Bu sual işarəsinin bizdən tələb elədiyi 2 MX köməkçi mübtəda xəbəri isə zaten şərtdə do you know-la verilib. Do you know 2 MX-dır özü. Ona görə cavabımız qalacaq 2 ilə 3. Bəzən uşaqlar çaşırdı ki, bəs 3 atmalıyıq axı, zət var. Nadan sonra zət gəlməz. Xeyr, want nadan sonra zət gəlməz. Normal təkcə nadan sonra zət gələ bilər. 14-cü sual. Vergüllə ayrılan sual cümlələri kimi yadda saxlayın bunu. Bax, burada vergül var və cavablarda da sual işarəsi. Vergül, çünki soğuduay mövzusu ilə uşaqlar adətən çaşdırır. Soğuduayda təsdiqə, inkar, inkara təsdiq deyil. Amma bu mövzuda isə vergüllə ayrılan sual cümlələrində təsdiqə, inkar, inkara təsdiq verməliyik. Şərtdəki cümlə təsdiq olduğuna görə have got, inkar verəcəyik. Ona görə B-ni, Y-ni atıram. Və ən önəmli məsələ, bunu qətiyyən unutmaq olmaz. Köməkçi feil qaydası, xəbərə baxırsan, xəbər, həvdən sonra feil, got gəlib, feil gəlib. Əgər həvəsətdən sonra feil gəlibsə, buradakı kimi, həvəsətin özü ilə qalacaq. Təbii ki, A variantı, zamanı dəyişmək olmaz deyə D gedir. C-də də did keçmişdi, həm də ki, həvəsət deyil, qalır A. Amma həvəsətdən sonra got gəlməsəydi, yəni feil gəlməsəydi, to gəlsəydi və ya isim gəlsəydi, hər hansı bir şey, yəni feildən başqa bir şey gəlsəydi, o zaman do did doesn't cavab verəcəkdik. Amma həvəsətdən sonra feilin üçüncü forması, to'lu feil yox ha. Feilin üçüncü forması gəlibsə, həvəsətin özü ilə cavab verməliyik A variantı. 15-ci sualda, deməli, birinci nöqtədə zən var, nöqtədən sonra zən müqayisə dərəcəsi istəyir. Müqayisə dedikdə ağlımıza more er gəlir. More er. Məsələn, baxıram ki, burada bir məsələ var. Bəziləri easy, bəziləri easily-dir. Sifət və ya zərf fərqi. Deyir, I think, mən düşünürəm ki, İspan dili dırdır, asandır. Asan olan burada İspan dili ismə aiddir. Biz ismə zərf vermirik, sifət veririk. Sifət veririksə, ely şəkilçisi olan, easily olan zərfləri atmalıyıq. A-da da l-yi var əslində, eri qoşulub deyə. Heç ona ely artırılanlar eri qoşmaq olmaz. Ümumiyyətlə, ely var A-da, easy deyil, easily, l hərfi artırılırsa, deməli bu zərfdir. Qalır C, D, Y variantı. C, D, Y variantında more easy olmaz, easier olar. Ümumiyyətlə, C ilə D-ni atırıq, elə deyəsən bir dənə Y variantı qalır. Easy tək hecalı söz olduğuna görə, ikinci hecada sait axıra düşdüyünə görə heca hesab olunmur. Yəni, tək hecalı hesab olunduğuna görə more yox, erlə düzəlməlidir. Cavab qalır Y variantı. Digər tərəfdə isə mən öyrənirəm onu asan. Asan burada öyrənməyə, hərəkətə aid olduğuna görə ely zərf vermək məcburiyyətindəyik. Təbii ki, Y variantı doğru cavabdır. 16-da, deməli 16-da vergülə qədər, bax bu seçdiyim xəttə qədər bir cümlə var, ondan sonra başqa cümlə var. Birinci cümlədə heavy rainfall əslində cümlə deyil. İsmi birləşmədir. Ağır yağış.
Yəni burada xəbər yoxdur ki, bu cümlə olsun. İsmi birləşməli. Niyə görə bunu deyirik? Çünki bildiyimiz əsas bağlayıcılar because-dur, as-dir, but-dır, however-dir, nə bilim, so, that's why. Bütün bu bağlayıcılardan sonra mübtəda xəbər gəlməlidir. Amma burada mübtəda xəbər gəlmədiyinə görə, yəni isim birləşmə gəldiyinə görə həmin bağlayıcılardan burada because var, təkcə onu vermək olmaz, Bakını atdıq. Digərlərindən sonra zaten cümlə gəlmir, isim birləşmə gəlir, amma tərcüməsinə görə verək. Müxtəlif küçə, bir neçə küçə Bakıda were flooded, daşqına məruz qaldı, ağır yağışa görə. In spite of-la despite baxmayaraqdır. Ağır yağışa baxmayaraq daşqına məruz qalmadı olsaydı olardı. C ilə D qal. Instead of əvəzinədir. Ağır yağış əvəzinə daşqın oldu, mənasızdır. As a result of görə ilə sinonimdir demək olar. Nəticəsində deməkdir. Nəyinsə nəticəsində, nəyəsə görə yəni. Bəli, ağır yağışın nəticəsində daşqına məruz qaldı. D variantı cavabımız olacaq. 17-ci suala baxırıq. 17-ci sualda deməli 17-ci sualımızda baxırıq ki, bu tərcümədir yəqin ki, əsgərlər were ordered. Əmr edildi əsgərlərə ölkələrini cəsur şəkildə nə etsinlər? Müdafiə etsinlər. 1, bir də protect qorusunlar. 3. 2-də betray xəyanət etməkdir. 4-də də destroy dağıtmaqdır. Cavab qalacaq A. Sinonim istəyir bizdən. Bu 9 mart yoxsa 2 mart axırıncı imtahan sualıdır. Burası alıblar. Tired, exhausted. Yorğun deməkdir ikisi. Axırıncı buraxılış imtahanı düşən söz. Sinonim budur təbii ki. Bilmək istəyir. Weak, zəif, strong, güclü. Cheap, ucuz, expensive, baha. Empty, boş, full dolu. Friend, dost, enemy, düşmən. Demək olar ki, bunların hamısı sinonimdir. Üzr antonimdir. 19-da, zaman mövzusu. Zaman mövzusunda çox önəmli sualdır bu. Biz həmişə zaman mövzusunda bağlayıcı axtarırıq. When, while, if, after, before, till, until. Bu bağlayıcılardan sonra will-şəl əvəzədə atıb, sonra uzlaşma edirik. Amma burada bağlayıcı yoxdur. But bağlayıcısı qayda bağlayıcısı deyil, tərcümə bağlayıcıdır. Bu ilə işimiz yoxdur bizim. Bu işarələdiyim bata qədər bir cümlə var. Batdan sonra başqa cümlə var. Birinci cümlənin zaman zərfi, əgər bağlayıcı yoxsa zaman zərfinə baxmalıyıq. Birinci cümlənin zaman zərfi egodur. Ego bizdən keçmiş sadə istəyir. Təbii ki, bunu bilməlisiniz. Məsələn, A variantında keçmiş davam edici də olmaz. B variantı nə keçmişdi, nə sadədir. C variantı da nə keçmişdi, nə sadədir. Bitmiş formadır. Qalır D ilə Y. Keçmiş sadə, moved. İkinci cümlədə isə yet var. Yet bitmiş forma, indiki bitmiş forma istəyir bizdən. Yetə özəl bir xüsusiyyət var. Yet inkarda istəyir. Qalacaq D variantı. Hasn't learned. Bitmiş forma deyəndə təbii ki, əvəzə dağla gəlir. Bəzən bu tip sualda şagird soruşur ki, bəs nətər oldu D variantı? Uzlaşma olmadı axı. Moved keçmişdi, hasn'diki olmaz axı. Bu uzlaşma nə zaman vacibdir? Bağlayıcı olarsa, when, while, if, after, before zaman bağlayıcıları olarsa uzlaşma vacibdir. Bağlayıcı yoxdursa uzlaşma pozula da bilər. Hər cümlənin öz hökmü var. 20-ci sualda nida cümləsi, exclamatory sentences nida cümlələrinin ümumiyyətlə imtahana görəndə hər zaman birinci cümlənin axırından başlayan. Harda xəbər əvvələ keçibsə onu atın. Məsələn, are this yox, this are olmalıdır. Necə ki, məsələn, birincidə it is verilib. Əgər is it olsaydı yanlış olardı. Buna görə 2-ni atırıq, 2 gedir. How-dan dərhal sonra artikel gəlməz. Ümumiyyətlə bu niyə belədir? How-la başlayan cümlədə isim olmaz. İsim qadağandır. İsim qadağansa en artikeldə deməli qadağandır. How-dan dərhal sonra artikel gəlməz. 3 gedir. Baxırıq ki, burada 4 ilə 5-in fərqinə baxın. 4-də how-la başlayan cümlədə gələn the story mübtədadır. Əvvəlində z artikel olduğuna görə bu artıq isim yox, bu mübtəda hesab olunur. Amma 5-də isə how-dan sonra stories z artikel olmadan gəlib. Yəni bu deməli isimdir, amma how-la başlayan cümlədə isim olmaz. Cavab qalır 1-4 A variantı. 21-ci sualda cavablı bağlayıcıları gördükdə mütləq tərcümə eləmək lazımdır. He didn't call me. O zəng eləmədi mənə. Mən qərara gəldim, ziyarət edim onu. O zəng eləmədi mənə. Ona görə də C variantı. O zəng eləmədi mənə. Ona görə də mən qərara gəldim ki, ziyarət edeyim onu. Yəni mənə zəng eləmədi deyə narahat qaldım sanki. Qərara gəldim ki, ziyarət edim onu. C variantı. 22-də xəbərimiz sings təkdir. Sonunda S var. Xəbərin sonunda S var. Təkdirsə, deməli biz cəm mübtəda verə bilmərik. They, we. Bunlardan sonra sing gələr. S-lə gəlməz. He, she, it-dən sonra xəbərin sonuna indiki zamanda S qoşulur. Nöqtədən sonra gələn car tək isimdir. Tək isimdirsə, 5 hərfini Z-si atırıq. Bundan sonra cəm gələr. Qalır BC. Over there var. Z-yə yazılan uzaqda olduğuna nişan verir. Yəni ismin uzaqda olduğunu göstərir. Hiyə buradadır, Z-yə uzaqda. Yəni hiyə yaxındır, Z-yə uzaqdır. Uzaqdırsa incə saat yox, kobud hərfli olan Z verəcəyik. Çünki bu uzağı bildirir. Reading-in suallarına baxaq sizlə. Deməli, reading-lərdə reading-i oxumamışam deyə ola bilər biraz
axtarmaq üçün səbirli olmaq lazımdır. Yenə də ancaq açıq suallar deyəcəm. O birisi sınaqlarda dediyim kimi qapalı suallar zaten yəni hər mətnə uyğun formada verilir. Yəni burada məsələn bu qapalı sualları izah eləsəm, bu mətnə görə izah eləmiş olaram. Yəni orada siz çox da bir şey öyrənmirsiniz. Sadəcə tərcümə xarakteri daşıyır. Ona görə daha qısa vaxt, daha operativ izahat olsun deyə ancaq açıq suallar izah edəcəm. Essential vacibdir. Paragraf 3-dən vacib sözünün necə sifətdir. Sinonimin, burada diqqət edək ki, sinonim olsun, antonim də ola bilər. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Paragraf 3 isə essential vacibin, important cavab oldu. Important, essential'ın sinonimi. Bunu tapdıq. 28-ci definition, paragraf 1-dən definition biraz böyüdüm. Almaq əşyaları digər ölkədən. Yadınızda qalsın ki, definition hansı nitq səsi ilə başlayıbsa, o nitq səsindən vermək lazımdır. To-la başlayıbsa feil, ENZ, artikel və isimlə başlayıbsa isim, ING və ed ilə başlayıbsa, keçənki imtahandakı kimi sifət verəcəksən. Burada to-la başlayıb deyə feil. Digər ölkədən əşyaları almaq, bu import ola bilər, idxal etmək, paragraf neçədən istəyir? 1-dən. Import, idxal etmək ola bilər. Yəqin ki, export xaric eləməkdir, import. İdxal eləməkdir. Baxırıq ki, deməli burada import. Avropa ölkələri import, idxal edərlər nefti Səudiyyə Ərəbistandan və ya belə. Import feildir. Sözün kökünü yazırsınız. Onsuz da zaten kökü verilib import. 29-a baxırıq. 29-cu sualda deməli bu cümləni tapacağıq və 2 söz dəyişdirəcəyik. 2 söz dəyişdirərkən bilməlisiniz ki, yəni şəkilçini atmırıq. Şəkilçini üzərində saxlayırıq. 27-28-ci tip suallarda bəli sözün kökünü yazmaq lazımdır. Ed, es, yəni kökün dedikdə, yəni qrammatik şəkilçisi olan zaman şəxs şəkilçisini atmalıyıq. Amma 29-da isə söz dəyişərkən sözün şəkilçisinin üzərində saxlayırıq. Price of oil can change every day because of. Baxa görə bu cümlə hardadır? Neftin qiyməti dəyişir. Price of oil can change every day. Every day-dən sonra necə? Because of-dan sonra gələni yazmalıyıq. Deməli, bax, bu işarələdiyim supply-dan, demand, political events and natural disasters. Burada nəyi dəyişmək olar? Because of supply and demand. Demand burada tələbdir, istəkdir. Buradakı demanda tələb, ehtiyac mənasında need vermək olar. Bildiyimiz need. Onun ehtiyac mənası da var. Political events. Burada events activities əslində vermək olar. Siyasi events, hadisələr mənasında political activities, aktivitələr, yəni fəaliyyətlər də vermək olar. Siyasi occasionlara görə yox, siyasi belə deyək, hərəkətlərə görə, hərəkətlənmələrə görə, aktivitələrə görə olur, vermək daha uyğun olar. Natural disasters, disasters də fəlakətlərdir, katastrof vermək olar. Ondan sonra deməli calamities biraz daha böyük bir kobud söz çıxar, katastrof vermək olar bu formada.